Salam əziz tələbələr və gömrük işi ilə maraqlanan izləyicilər. Bugün biz gömrük işindən 4-cü mövzuna keçəcəyik. 4-cü mövzumuz idarəetmə təşkilatı struktur formaları və idarəetmə prosesində qərarlardır. Və bu mövzuda biz bu suallara cavab axtarmağa çalışacağıq. İdarəetmədə səviyyələr və həlqələr, idarəetmə səviyyələri və həlqələri arasında olan qarşılıqlı münasibətlər, idarəetmənin təşkilatı strukturunun digər formaları, İdarəetmə prosesinin müxtəlif aspektləri, proqramlı və məqsədli idarəetmə qərarlarının hazırlanması, idarəetmə qərarlarının təsnifləşdirilməsi və idarəetmə qərarlarına verilən əsas tələblər. Əvvəlcə qeyd etmək istəyirəm ki, idarəetmənin təşkilatı strukturunun zəruriliyindən bəhs etmək istəyirəm. Azərbaycan Respublikasının gömrük orqanları sisteminin inkişafı idarəçilik problemlərinin həlli ilə sıx əlaqədardır. Çünki idarəetmə həmişə bu və ya digər təşkilatın ayrı-ayrı həlqələri arasında dəqiq qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi və onlar arasında olan hüquq və vəzifələrin bölgüsü ilə başlanır. Bu məsələlərin də təşkilatı rəsmiləşdirilməsi, gömrük orqanlarının idarə edilməsinin təşkilati strukturunun işlənib hazırlanmasını nəzərdə tutur. İdarəetmə strukturu çərçivəsində də idarəetmə prosesi baş verir ki, onun da iştirakçıları arasında idarəetmə vəzifə və funksiyaları, nəticə etibarilə də onların icrasına görə müəyyən olunan belə deyək, hüquqlar, vəzifələr bölüşdürülür. Bu baxımdan idarəetmənin təşkilatı strukturu qarşıya qoyulmuş məqsədlərin əldə edilməsinə yönəlmiş idarəetmə prosesinin baş verdiyi idarəçilik fəaliyyətinin belə deyə bilərik, bölüşdürülmə və kooperasiya forması kimi də nəzərdən keçirilə bilər. İdarəetmənin təşkilatı strukturu dedikdə biz çox vaxt idarəetmənin iyerarxik elementlərinin və bu elementlərin vahid bir tam kimi inkişafını təmin edən və bir-biri ilə qarşılıqlı əlaqələrinin nizama salınması toplusu kimi də yanaşırıq. Bundan başqa idarəetmənin təşkilatı strukturuna biz deyə bilərik ki, idarəetmə həlqələri, idarəetmə səviyyələri və bunlar arasındakı qarşılıqlı münasibətlərin məcmusudur. İdarəetmə zamanı gömrük orqanlarında idarəetmə strukturlarının qarşısına bir sıra tələblər qoyulur ki, bu tələblərdən bir neçəsinin adını qeyd etmək istəyirəm ki, bunlara sadəlik və qənaətçilik, aydınlıq, müəyyənlik, idarə oluna bilmə, sabitlik və çeviklik aid edə bilərik. İdarəetmənin təşkilatı strukturun elementləri, bayaq elə idarəetmənin təşkilatı strukturuna tərif verərkən biz o tərifdə də bunları qeyd elədik. Əsasən 3 elementdən ibarətdir. İdarəetmə həlqələri, idarəetmənin səviyyələri və onlar arasında olan qarşılıqlı əlaqələr. Əvvəlcə gömrük orqanları sistemində idarəetmənin həlqələrindən bəhs etmək istəyirəm. Bu həlqələrə hansılar aiddir? Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, elə yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 1992-ci ildə yaradılmışdır. Daha sonra Dövlət Gömrük Komitəsinin idarələri və müstəqil şöbələri, gömrükxanalar, gömrükxanaların şöbələri, gömrük postları və eləcə də idarəetmənin həlqələrinə biz müvafiq professional və idarəçilik funksiyasını icra edən ayrı-ayrı mütəxəssisləri də aid edə bilərik. İdarəetmə səviyyələrinə gəldikdə isə, gömrük orqanlarında idarəetmə səviyyəsi 3 hissədən ibarətdir. Dövlət Gömrük Komitəsi, gömrükxanalar və gömrük postları. Adətən idarəçilik münasibətlərinin aşağıdakı kanalları nəzərdən keçirilir ki, bu kanalları sizin diqqətinizə çatdırmaq istəyirəm. Bunlar gömrükxana rəisi ilə gömrükxana şöbələri, gömrükxana şöbəsi ilə digər gömrükxana şöbəsi, Dövlət Gömrük Komitəsi ilə gömrükxana arasında olan kanallar, gömrük postu ilə digər gömrük postu arasında, gömrükxana ilə gömrük postu arasında, gömrükxana ilə Dövlət Gömrük Komitəsi arasında və gömrükxana ilə digər gömrükxana arasında olan kanallar belə deyək ki, nəzərdən keçirilir. Dövlət Gömrük Komitəsinin əsas funksiyalarına gəlincə isə bu funksiyalar çoxdur. Amma əsaslarının bir neçəsini qeyd etmək istəyirəm ki, əvvəla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyalarından birincisi Respublikada gömrük işini təşkil etmək və onu təkmilləşdirməkdir. Daha sonra Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq,
Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək ki, bu mövzuda biz birinci dərsimizdə ətraflı məlumat vermişdik. Daha sonra öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək. Bu da keçən mövzumuzda biz vahidlik prinsipindən danışarkən bu haqda qeyd eləmişdik. Daha sonra Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimləmə vasitələrinin tətbiqini təşkil etmək və icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair və digər qanunvericiliyə əməl olunmasını təmin etmək kimi deyə bilərik ki, Gömrük Komitəsi funksiyalar yerinə yetirir. İndi isə biz idarəetmənin təşkilatı strukturunda səviyyələr və həlqələr haqqında danışdıq. İndi onlar arasında qarşılıqlı münasibətlərə nəzər salaq. Bu qarşılıqlı münasibətlər üç cür olur. Şaquli, üfüqi və diaqonal münasibətlərdir. Şaquli münasibətlər Dövlət Gömrük Komitəsi ilə gömrükxana arasında, gömrükxana rəisi ilə gömrükxana şöbələri arasında və gömrükxana ilə gömrük postu arasında olan qarşılıqlı münasibətləri aid edə bilərik. Üfüqi münasibətlərə gömrükxana şöbəsi ilə gömrükxana şöbəsi, gömrük postu ilə gömrük postu, gömrükxana ilə digər gömrükxana arasında olan münasibətləri qeyd edə bilərik. Diaqonal idarəçilik münasibətlərinə isə biz postla, məsəl üçün, qarşılıqlı əlaqəli göndərən və yaxud da təyinat gömrükxanası arasında olan münasibətləri, Dövlət Gömrük Komitəsinin şöbəsi ilə Dövlət Gömrük Komitəsinin qarşılıqlı əlaqəli idarəsi arasında olan münasibətləri qeyd edə bilərik. İndi isə bu münasibətlər haqqında daha detallı məlumat versəm, gömrük orqanlarında idarəetmə həlqələri və səviyyələri arasında olan birinci tip münasibətlərə daha detallı baxsaq, şaquli münasibətlər hər şeydən öncə rəhbərlər və onun tabeliyində olanlar arasında olan qarşılıqlı münasibətləri nəzərdə tutur deyə bilərik. Bu zaman xətti subordinasiya, yəni tabelilik üzə çıxır. Səviyyələr üzrə bütün aşağı idarəetmə həlqələri daha yuxarı idarəetmə səviyyəsində yerləşən rəhbərin tabeliyində olur. Bu xətti münasibətlər adlanır. Gömrük orqanları sistemində şaquli münasibətlər təkcə təşkilati strukturun xətti həlqələri arasında deyil, eyni zamanda subordinasiya, yəni tabellik münasibətləri ilə bağlı olan funksional həlqələr arasında da mövcuddur deyə bilərik. Belə münasibətlər reallaşdırılması onların peşə xidməti fəaliyyətinə, məsəl üçün maliyyə, hüquq, mühafizə, kadr və başqa belə deyək ki, peşə fəaliyyətinə daxil olan müəyyən idarəetmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulan idarəçilik həlqələri olaraq yuxarı idarəçilik həlqəsinin funksional tabeliyində yerləşən zaman ortaya çıxır. Məsələn, buna misal göstərə bilərik. Biz gömrükxana maliyyə şöbəsinin rəisi, gömrükxana rəisi müavininin, gömrükxana rəisinin və digər yuxarı xətti rəhbərin xətti tabeliyində yerləşir və bu adlanır şaquli xətti münasibətlər. İkinci tip münasibətlər isə üfüqi münasibətlərdir ki, bunlar özü iki yerə bölünür. İki kateqoriyaya bölünür deyə bilərik. Kollegial üfüqi münasibətlər var, bir də paralel üfüqi münasibətlər vardır ki, kollegial üfüqi münasibətlər bir rəisin tabeliyində olan bir şöbənin əməkdaşları arasında olan münasibətlərdir. Paralel üfüqi münasibətlər isə təşkilatda eyni mövqe tutan, bir-biri ilə informasiya, fikir və mülahizələri mübadilə etmək zərurəti meydana çıxdığı, belə deyək ki, müxtəlif şöbələrin əməkdaşları arasında olan münasibətlərdir. Gömrük orqanlarında idarəetmə həlqələri və səviyyələri arasında bayaq qeyd etdiyimiz kimi üçüncü qrup münasibətlər diaqonal münasibətlərdir ki, diaqonal münasibətlər idarəetmə sisteminin müxtəlif səviyyələrində yerləşən, birbaşa tabellik münasibətində olmayan, lakin yuxarı səviyyələrin qərarlarını icra etməkdə bir-biri ilə qarşılıqlı əlaqəli olan idarəetmə həlqələri arasında meydana gələn, belə deyək ki, münasibətlərdir ki, belə münasibətləri nümunə olaraq göstərə bilərik. Məsələn, malların çatdırılmasında qarşılıqlı məlumatlandırmanı, hüquq mühafizə funksiyasının həyata keçirilməsi məsələləri üzrə icrası məcburi olan sorğuların göndərilməsini və sair bu kimi deməli münasibətləri qeyd etmək olar. Və burada bir şey qeyd edim ki, xətti və funksional təşkilati idarəetmə strukturları şaquli idarəçilik münasibətləri üçün daha xarakterikdir.
Bundan başqa gömrük sistemində idarəetmənin təşkilatı strukturunun bir neçə müxtəlifliyi mövcuddur ki, bunlardan da biri xətti təşkildir, xətti idarəetmə strukturudur. Xətti idarəetmə strukturu çərçivəsində rəhbərə müvafiq tövsiyələr hazırlayan köməkçilər və müşavirlər institutu yaradıldıqda təşkilati idarəetmə strukturu adlanır xətti qərargah. Birazdan ondan da bəhs edəcəm. Xətti idarəetmə strukturunun üstünlükləri və çatışmayan tərəflərini burada qeyd etmişəm. Üstünlüklərinə aid eləyə bilərək biz şaquli əlaqələr sistemi, məsuliyyəti müəyyən edilmiş öhdəliklər, vəzifə və səlahiyyətlərin dəqiq bölgüsü, qərarların qəbul edilməsinin operativ prosesi, göstəricilərin başa düşülməsində və istifadəsində sadəlik, lazımi intizamın saxlanması imkanı. Amma bu üstünlüklərlə yanaşı çatışmazlıqlar da mövcuddur ki, bunlara aid eləyə bilərik qeyri-çeviklik, sərtlik, təşkilatın gələcək yüksəlişinə uyğunlaşmamaq, həllində bir neçə birləşmənin fəaliyyət göstərdiyi məsələlərin müzakirəsində qərəzlilik və lüzumsuz rəsmiyyət, daha sonra işin nəticəsinin rəhbərin şəxsi və işgüzar keyfiyyətindən yüksək asılılığı bu xətti idarəetmə strukturunun çatışmazlığıdır. Bundan başqa xətti qərargah təşkilatı strukturu mövcuddur. Bayaq qeyd elədim, xətti qərargah nəyə deyilir? Xətti qərargah təşkilatı strukturunun da üstünlükləri kimi qeyd eləyə bilərik ki, əgər bu strukturdan istifadə edildikdə qərarların, planların daha ciddi şəkildə hazırlanması baş verir, problemlərin daha ciddi təklikdən xətti rəhbərlərin azad edilməsi və üstünlüyü kimi onu qeyd eləyə bilərik ki, məsləhətçilər və mütəxəssislər cəlb etmə imkanına nail olmaq mümkündür. Amma bu üstünlüklərlə yanaşı çatışmazlıqlar da vardır ki, onlara qeyd eləyə bilərik qərargahın kifayət qədər dəqiq məsuliyyətli olması və həddən artıq mərkəzləşdirmə tendensiyasının meydana çıxması. Üçüncü qrup təşkilatı struktura biz funksional təşkilatı strukturu qeyd eləyə bilərik. Funksional təşkilatı strukturun da üstünlükləri kimi göstərə bilərik. Xətti rəhbərlər bəzi xüsusi məsələlərin həllindən azad edilir. Daha sonra burada işdə təcrübəli mütəxəssislərin məsləhətlərindən istifadə etmək üçün əsas yaradır və geniş profilaktik mütəxəssislərə tələbatı azaldır. Çatışmazlıqlarını isə qeyd eləyə bilərik. Qarşılıqlı əlaqələrin mürəkkəbləşməsi, əlaqələndirməyin pisləşməsi və üçüncü bir çatışmayan cəhət kimi qeyd eləyə bilərik ki, idarəetmənin funksional təşkilatı strukturunda həddindən artıq mərkəzləşdirməyə və əməkdaşların iki qat tabeliyinə meylin meydana çıxdığı hallar müşahidə olunur. Daha sonra proqram məqsədli təşkilatı struktur forması da vardır ki, bunun da üstünlüklərini qeyd etsək, deyə bilərik ki, konkret xidmət fəaliyyətinin məqsədlərinə daha yaxşı istiqamətləndirmə, daha səmərəli cari idarə etmə, ayrı-ayrı icraçıların xüsusi bilik və bacarıq keyfiyyətindən daha çevik istifadəsini qeyd edə bilərik. İşçilərdə qərar qəbul etmək, peşə və idarəçilik fəaliyyəti vərdişlərinin inkişafı, xidmət fəaliyyətinin ayrı-ayrı vəzifələrinin icrasının nəzarətinin yaxşılaşdırılması kimi üstünlüklərini qeyd edə bilərik. Çatışmazlıqlarını isə göstərə bilərik ki, burada birləşmələrin məqsədli və funksional təminatı üzrə idarə etmə məsələləri arasında qüvvələr nisbətinə, belə deyək ki, daimi nəzarət zəruridir burada. Məqsədli işçi qruplarının işində iştirak edən əməkdaşların uzun müddət ayrılmasına görə xətti və funksional birləşmələrdən qəbul olunmuş müəyyən iş qaydalarının pozulması mümkündür. Bir də xətti və funksional birləşmələrin rəhbərləri ilə operativ qrupların rəhbərləri arasında olan münaqişələrin meydana çıxması burada mümkün hal kimi göstərilir. İdarəetmənin təşkilatı strukturu haqqında bu qədər. İndi isə istəyirəm idarəetmə sisteminin əsas elementlərindən olan idarəetmə prosesi haqqında məlumat verim. İdarəetmə prosesi müvafiq idarəetmə metodları və prinsiplərindən istifadə etməklə müəyyən funksiyalar reallaşdırmaq yolu ilə sistemdə birləşdirilmiş idarəetmə subyektlərinin idarə edilən obyektin keyfiyyət vəziyyətinin dəyişdirilməsinə, kollektivi məqsədlərinin əldə edilməsinə yönəldilmiş fəaliyyətdir ki, bu prosesdə belə deyək ki, bir sıra aspektlərdən
məzmunla fərqlənir ki, bu aspektlərə metodoloji aspekt, funksional aspekt, iqtisadi aspekt, təşkilati aspekt, sosial aspekt və informasiya aspektindən yanaşmaq olar. Əvvəlcə metodoloji aspektdən baxdıqda idarəetmə prosesi mərhələ üzrə müəyyən ardıcıllıqla məqsədi güman etmə, vəziyyəti qiymətləndirmə və problemi müəyyən etməklə və idarəçilik qərarlarının hazırlanması üzrə, yəni bu ardıcıllıqla reallaşdırılır deyə bilərik. Funksional aspektdən idarəetmə prosesinə yanaşdıqda isə idarəetmə, belə deyək ki, ümumi idarə etmə funksiyalarının müəyyən ardıcıllıqla reallaşdırılması deməkdir. Bu idarəetmə funksiyaları haqqında da biz əvvəlki mövzumuzda danışmışdıq. Ümumi və xüsusi funksiyalar olaraq təsnifləşdirmişdik. Daha sonra iqtisadi aspektdən yanaşdıqda, iqtisadi aspekt idarə edilən sistemin resurslarının tələbatını müəyyən etməklə və onlardan istifadəni qiymətləndirməklə bağlı olan, belə deyək ki, idarə edən sistemin fəaliyyəti ilə müəyyənləşdirilir. Təşkilati sistemə gəldikdə isə burada qeyd etmək olar ki, təşkilati sərəncamverici metodlardan idarə edilən sistemə nizamlama, normallaşdırma, təlimatlandırma və məsuliyyət ardıcıllığı ilə istifadə edilməsindən ibarətdir. Sosial aspektdən idarəetmə prosesinə yanaşdıqda mütləq qeyd olunmalıdır ki, idarəetmə nə qədər avtomatlaşdırılması, belə deyək ki, hansı səviyyədə avtomatlaşdırılmasından asılı olmayaraq, idarəetmənin bütün mərhələlərində insanın iştirakı, belə deyək ki, vacib aspektdir. Və sonuncu aspekt, informasiya aspekti tərəfdən yanaşdıqda isə bilirik ki, idarəetmə prosesində informasiyanın şəklini dəyişməsi üzrə, bu informasiyanın şəklinin dəyişməsini biz idarəetmə subyekti və idarəetmə obyekti arasında olan birbaşa və əks əlaqələrdən danışdıqda qeyd eləmişdik. Yəni, idarəetmə subyekti qərar, qətnamə, sərəncam verməklə, belə deyək ki, birbaşa əlaqələr reallaşdırırdılar. Əks əlaqə olaraq isə demişdik ki, idarəetmə obyekti tərəfindən müəyyən hesabatlar, deklarasiya və s. hazırlanaraq idarəetmə subyektinə təqdim olunurdu. Yəni, informasiya aspekti idarəetmə prosesində informasiyaların şəklini dəyişməsi üzrə əməliyyatların müəyyən ardıcıllığından ibarətdir deyə bilərik. Məqsədin idarəetmədəki roluna görə idarəetmənin bir neçə növü fərqləndirilir ki, bunlara aiddir kənara çıxmalara görə idarə etmə, proqramlı idarə etmə və məqsədin idarə etməsi. Kənara çıxmalara görə idarə etmə, gömrük orqanlarının idarə edilməsi iyerarxiyasını deyə bilər ki, bütün səviyyələrində vardır. Çünki başlıca olaraq mövcud vəziyyətlərə görə qurulur. Proqramlı idarə etmədə isə fəaliyyət proqramı tərtib olunur və bu proqrama görə də hər kəsin öz hüquq və vəzifələri müəyyənləşdirilmiş olur. Məqsədin idarə etməsi deyə bilərik ki, ən effektiv forma hesab olunur. Bu formada məqsəd dəqiq müəyyən edilir və məqsəd ağacı qurulur. Bu forma, belə deyək ki, son nəticəyə yönəlməsinə görə digərlərindən fərqlənir. Gömrük orqanlarında idarəetmə prosesinin təşkili, onun həyata keçirilməsinin dəqiqliyini, ardıcıllığını və yol verilən hədlərini müəyyənləşdirən hərtərəfli nizama salınmasıdır. İstənilən idarəetmə prosesi dövr, mərhələ, pillə və fazalara öz məzmununa görə bunlardan ibarətdir. İndi bunlara nəzər yetirsək, deyə bilərik ki, idarəetmə dövrü idarəetmənin bütün ümumi funksiyalarının tam reallaşması üçün tələb olunan zaman kəsiyi idi. Biz əvvəlki mövzumuzda idarəetmənin ümumi funksiyalarına bəhs edərkən söyləmişdik ki, bura aid olunurdu əməliyyat xidmət şəraitinin təhlili və proqnozlaşdırılması, planlaşdırma, təşkil etmə, tənzim etmə, uçot və nəzarət ki, bu funksiyaların da reallaşması üçün lazım olan vaxtda biz deyirik idarəetmə dövrü. Hər bir idarəetmə dövrü idarəetmə mərhələlərindən ibarətdir. İdarəetmə mərhələsi deyəndə bu halda qarşıdakı fəaliyyət sisteminin yaradıldığı, digərində isə onun fəaliyyət göstərməsi ilə idarəetmənin həyata keçirildiyi zaman kəsiyi başa düşülür. Hər bir mərhələ də idarəetmə pilləsindən ibarətdir. İdarəetmə pilləsi dedikdə isə burada hər hansı bir ümumi funksiyanın, yəni idarəetmə dövründə bütün ümumi funksiyaların, amma idarəetmə pilləsində bir ümumi funksiyanın həyata keçməsi üçün, reallaşması üçün, belə deyək ki, zəruri vaxt kəsiyi başa düşülür.
Elə bu hər bir ümumi funksiyanın adına uyğun da idarəetmə pillələri vardır. Məsələn, tənzim etmə pilləsi, təşkil etmə pilləsi və s. Və idarəetmə pillələri də, belə deyək ki, hər bir idarəetmə pilləsi idarəetmə fazasından ibarətdir ki, bu da faza dedikdə bir idarəçilik işinin icrası üçün tələb olunan vaxt başa düşülür. İndi isə mövzumuzun növbəti sualı olan idarəetmə qərarlarına keçmək istəyirəm. Gömrük orqanlarının işinin məhsuldarlığı idarəetmənin bütün səviyyələrində qəbul edilən qərarların keyfiyyətindən çox asılıdır. İdarəetmə qərarları idarəetmə subyektinin fikri, biliyi, səyi əsasında seçdiyi qərarlar olmaqla idarəetmə sisteminin bu və ya digər variantda aparılmasıdır. Qərarlar idarəetmə obyekti qarşısında qoyulan məqsəd və vəzifələri müəyyənləşdirir, tədbirlərin, belə deyək ki, məqsədə uyğunluğuna baxılır. Həmin məqsəd və vəzifələrin də həyata keçirilməsi üçün resurslar da müəyyənləşdirilir. Beləliklə, idarəetmə qərarları idarə olunan sistemin fəaliyyətinin idarə edilməsinin məqsəd və proqramını, belə deyək ki, özündə əks etdirir. Odur ki, gömrük orqanlarında idarəetmənin müvəffəqiyyəti bilavasitə idarəetmə qərarlarının keyfiyyətindən və müasir tələblərə uyğun olmasından asılıdır. İdarəetmə qərarları müxtəlif əlamətlərə görə təsnifləşdirilir, amma qərarın qəbul edildiyi an, belə deyək ki, müəyyənləyici an hesab olunur. Adətən qərarlar müəyyənlik şəraitində, bir də qeyri-müəyyənlik şəraitində qəbul edilir. Müəyyənlik şəraitində qəbul edilən qərarlara biz standart qərarlar deyirik. Qeyri-müəyyənlik şəraitində, risk şəraitində qəbul edilən qərarlara isə qeyri-standart qərarlar deyirik ki, bunlara biz yaradıcı qərarlar da deyə bilərik. Ümumiyyətlə, müəyyənlik şəraiti bir qayda olaraq standart qərarların, qeyri-müəyyənlik şəraiti isə, belə deyək ki, standart olmayan qərarların qəbulunu əvvəlcədən müəyyən edir. Elə bir standart qərarlar adətən elə qərarlardır ki, kənara çıxmalarla birgə qərarın özünün strukturu və onun qəbul edilməsi prosedurası işlənir. Adətən onlar mövcud vəziyyətin, situasiyanın ayrı-ayrı kəmiyyət parametrlərinin dəyişdirilməsinə, icra müddətinə və icraçıların yerləşdirilməsinə yönəldilir. Onun ümumi strukturu isə əvvəlki kimi qalır. Və standart qərarlardan bəhs etmişkən onu da demək lazımdır ki, belə qərarlara kifayət qədər tez, xüsusi hazırlıq olmadan, məsəl üçün, kadrların işə qəbulu və azad olunması haqqında qərardır ki, bunlar xüsusi hazırlıq olmadan da qəbul edilə bilər. Standart olmayan qərarlar isə bir növ deyə bilərik ki, yaradıcı qərarlardır. Bundan başqa, idarəetmə qərarları həm də bir sıra əlamətlərə görə təsnifləşdirilir ki, onlardan qeyd edə bilərik. Məsələn, mühümlüyünə və təsir qüvvəsinin müddətinə görə bölünür strateji, operativ, taktiki qərarlar. Məzmununa görə iqtisadi, inzibati, əxlaqi xarakterli qərarlar var. Reallaşdırma xarakterinə görə direktiv və tövsiyə xarakterli qərarlar var. Bir də idarəçilik qərarlarının fiksə edilməsi üsuluna görə yazılı və şifahi olaraq iki qrupa bölünür. İdarəetmə qərarları içərisində, belə deyək ki, yazılı formada olan qərarlar qərarın ən yaxşı qəbul olunmuş forması hesab edilir və onun yerinə yetirilməsinə nəzarəti, işin sonraki təhlilini elə bil ki, bu qərar forması asanlaşdırır. Gömrük orqanlarında işçilərin müxtəlif hərəkəti yazılı formada sanksiyalaşdırılır. Sənədlərin hazırlanması, formalaşdırılması, həmçinin göstərişlər, təyinat, tapşırıqların şifahi çatdırılması müxtəlif materiallarla imza atılmaqla həyata keçirilir deyə bilərik. İdarəetmə prosesində idarəetmə qərarlarına qarşı bir sıra tələblər qoyulur ki, o tələbləri diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla qərarlar dövlətin vahid iqtisadi siyasətinə uyğun gəlməlidir. Onun iqtisadi təhlükəsizliyini təmin etməlidir. Ən əvvəl onu qeyd edeyim ki, ümumiyyətlə qərarlar data əsaslı olmalıdır və idarəetmə qərarları gömrük orqanları sistemində qəbul olunmuş mövcud qanunlara və başqa normativ aktlara da uyğun gəlməlidir. Bundan başqa, idarəetmə qərarları elmi xarakter daşımalıdır, mürəkkəb məsələlərin, problemlərin həllinə kömək etməlidir. Həmçinin idarəetmə qərarları xarici iqtisadi fəaliyyətdə ümumdövlət mənafeyini,
əhalinin sağlamlığının qorunması, ekoloji vəziyyətin tənzimlənməsinə də şərait yaratmalıdır. Bundan başqa, idarəetmə qərarları obyektiv informasiya əsaslanmalıdır. Bayaq da qeyd elədim, mütləq data əsaslı olmalıdır. Gömrük orqanları sistemində idarəetmə qərarları konkret olmalıdır. Qeyri-müəyyənlik, mücərrədlik və sair hallara yol verilməməlidir. Həmçinin idarəetmə qərarları müəyyən nüfuza malik olmalıdır. Gömrük orqanı işçilərinin ona olan inam və etimadını da doğrultmalıdır. İdarəetmə qərarları regional xüsusiyyətlərə, qonşu dövlətlərlə münasibət və sair nəzərə alınmaqla diferensiallaşdırılmalıdır və idarəetmə qərarlarının dilinə gəldikdə isə dil üslubu sadə, aydın və yığcam olmalıdır deyə bilərik. Gömrük orqanlarında idarəetmə qərarlarına qarşı bir sıra tələblər də irəli sürülür ki, bunlara biz deyə bilərik qərarların məqsədə uyğun olması, optimal olması, çevikliyi, kəmiyyət və keyfiyyət müəyyənliyinə malik olmasını, qərarların stimullaşdırıcı, təsir edici xassəyə malik olması və qərarların hazırlanması, qəbul olunması və həyata keçirilməsidir. Yekunlaşdırsaq mövzunu qeyd edə bilərik ki, idarəetmə sisteminin vacib komponenti kimi idarəetmə qərarlarının qəbulu prosesi mərhələli şəkildə olmalıdır. İdarəetmə prosesinin təşkili hər hansı bir təşkilatda əməliyyatın hüdudlarını və vaxtını müəyyənləşdirir deyə bilərik. Bununla da bu mövzumuz bitir. Gələn dərsdə görüşənədək.